Salam, hər birinizi xoş gördük. Mən Kəmalə Poladova. Bugünkü mövzumuz bizim ruhumuz haqqında olacaq. Ümumiyyətlə, ruh nədir? Bu həyata niyə gəlir? Niyə göndərilir? Ümumiyyətlə, bu bütün proses nə üçün yaranır? Hər bir artıq podkastda və yaxud da hər hansı bir videoda artıq tez-tez eşitdiyiniz bir cümlə var ki, bu həyat bir oyundur və biz də onun oyunçularıyıq. Yəni bizə müəyyən bir rol verilir və biz onu burada oynayıb daha sonra öz evimizə, yəni Yaradanın yanına qayıdırıq. Yaxşı, bəzən niyə ağrılı olur bu yolumuz, niyə kədərli olur? Əslində bizim ruhumuz üçün kədərli, ağrılı, neqativ və yaxud da pozitiv deyilə bir anlayış yoxdur. Ruh sadəcə bu həyatda öz dərslərini almaq üçün göndərilir. Bu dərslər nəyə görə alınır? Ki, insan, yəni ruh yerləşir insanın bədənində, insana ağıl verilir, düşüncə verilir və azad iradə verilir. Və bu azad iradə nəticəsində də insan öz həyatını dəyişmək gücünə sahib olur və sonuncu etapımız əlbəttə ki, bizim hər birimizin Yaradanla bağlı olmaqdır. Nə bu həyatda milyonlar, milyardlar qazanmaq deyil, nə bu həyatda yaşın keçdi, ailə qurmadın kimi bir missiyan yoxdur və yaxud da bütün universitetləri bitirmək kimi bir missiyamız yoxdur. Bu bizim sadəcə insan olaraq istəklərimizdir, haqlarımızdır ki, yaxşı yaşayaq, yəni özümüzü hardasa hiss eləyək. Yəni bu bizim həyat tərzimizdir və belə də olmalıdır əlbəttə ki. Amma əsas bizim missiyamız, əsas biz nəyə görə bu planetə göndərilirik? Biz Allahı içimizdə tanımalıyıq. Təəssüflər olsun ki, bir çoxumuz bu cümləni eşitsək və işlətsək belə bunu dərindən dərk eləyə bilmirik ki, həqiqətən də Tanrı var, həqiqətən də Allah var və Allah məni sevir, qoruyur, mənim həqiqətən də qayğıma qalır və mənim həqiqətən də yaxşılığımı istəyir. Təəssüf ki, bunu bir çoxumuz biz sözlərdə sadəcə istifadə edirik, amma əmələ gəldikdə isə bizim hər hansı bir sıxıntılarımız yaranmağa başlayır, küskünlüklərimiz yaranmağa başlayır və kim olduğumuzu unuduruq, nə üçün gəldiyimizi unuduruq və elə bilirik ki, bu həyat yəni hər zaman olacaq və biz heç bu dünyadan köçməyəcəyik, ölüm falan olmayacaq. Yəni biz həmişə yaşayacağıq və nə vaxtsa bizə hər hansı bir şans veriləcək, biz dəyişəcəyik. Təəssüf ki, bu belə olmur. Çünki həyat hər kəsə bir dəfə verilir. Bəli, keçmiş həyatlar var. Yəni kimlərsə bunu qəbul eləyir, kimlərsə qəbul eləmir. Bu hər kəsin öz işidir. Amma keçmiş həyatlar olsa belə biz onu xatırlamırıq. Nələrsə var, sirlər var ki, biz onu bilə bilmərik. Biz hər şeyi bilə bilmərik. Sadəcə biz bir şey bilməliyik ki, məni yaradan, məni Allah göndərib bu planetə ki, müəyyən bir dərsləri keçib. Yəni nə sən, nə mən, nə o birisi, nə qonşumuz, nə sənin qonşun, nə lazımsız insan düşündüyün, bildiyin bir insanlar belə heç kəs təsadüfi şəkildə elə belə yeri boş qalmasın deyənə bu dünyaya gəlməyiblər. Hər kəsin bir missiyası var, hər kəsin bir keçəcəyi bir ömür var və bu ömrü sürmək layiqincə və belə deyim, səmərəli şəkildə, düzgün şəkildə sürmək hər bir ruhun əlbəttə ki, borcudur. Və bizə müəyyən bir karmalar verilir. Mən isə bunu başa salmaq istəyirəm ən asan dildə. Bizim keçmiş həyatlarımız var. Keçmişdən gələn müəyyən bir neqativlər var. Bəli, yenə deyirəm, kimlərsə bunu qəbul edə bilər, kimlərsə qəbul etməyə bilər. Bu normaldır. Çünki hər kəsin düşüncəsi fərqlidir. Amma bunu mən demirəm. Bunu artıq öz sözünü demiş masterlər, artıq öz sözünü demiş və illərlə dağlarda meditasiya eləmiş, dua eləmiş insanlar deyir, monahlar deyir. Yəni bunu tək mən oturdum, günün birində YouTube-u açdım və bu məlumatı sizlərə ötürmürəm. Bunu tək mən demirəm, bunu artıq təsdiq olunmuş bir faktdır. Yenə deyirəm, hər kəs özünə görə algılayır bu məlumatı. Kimsə istəyir eşitmək, kimsə istəmir. Keçmişdən gələn müəyyən bir karmalarımız var və ruha yuxarıda olarkən, Lorentlə desək, yuxarıda olarkən, digər titreşimdə olarkən ona bir seçim verilir ki, məsəl üçün sən bu həyatları keçmisən. Bəlkə ağrılı həyatların olub, xoşbəxt həyatların olub, bəlkə sən şəhzadə olmusan, bəlkə sən Afrikada çox
yalnız bir adada böyümüsən. Yəni həyatlar fərqli olur. Sən bunları yaşamısan. İndi hal-hazırda sənin bu dərsi keçmək lazımdır. Məsəl üçün, mən sizə misal üzərində gətirim ki, sizə daha asan olsun. Məsəl üçün, sən bu həyatda şəxsi sərhədlərini qurmağı bacarmalısan. Sən isə şəxsi sərhədlərini digər həyatlarda, məsəl üçün, qurmusan, yetərincə deyil. Hansısa dərsləri keçsən də, şəxsi sərhədlərlə bağlı dərsini düzgün şəkildə keçməmisən və yaxud da özgüvənlə bağlı. Tamam, sənə bir nəsil seçilir. Nəsildə orada özgüvənlə bağlı və şəxsi sərhədlərlə bağlı problemlər var ki, orada hər kəs bu problemi yaşayıb. Kimsə yoldaşı tərəfindən işgəncə görüb, kimsə oğlu tərəfindən, qızı tərəfindən sayılmayıb, sözü keçməyib və s. Sənə bu nəsil göstərilir. Sənə ata-ana göstərilir ki, yəni onların da bu proqramları var. Çünki nəsil karması çox güclü karmalardan biridir və onu biz yox sala bilmərik. Yəni biz çünki o proqrama gedirik. Hazır o proqramda biz ora yönəlirik. Və sən o ata-ananı seçəndən sonra artıq o proqram sənin DNK səviyyəndə səndə var. Və nəyə görə deyirik ki, atasına oxşur, anasına oxşur, nənəsinə oxşur, babasına oxşur, xasiyyəti, necə oxşadı ki, xasiyyəti ulu babasına oxşadı. Amma görməyib onu. Bu DNK-dır. Eyni bir DNK var ki, nəsildən keçir sənə və sənin də DNK-da nəslin bütün, belə deyim də, o dirəncləri, sıxıntıları və yaxud da pozitiv xasiyyətləri, xüsusiyyətləri hamısı səndə var, toplum şəkildə var. Və sən bu həyatı şəxsi sərhədlərlə mübarizə apararaq keçirsən. Mübarizə nəyə görə deyirəm? Çünki çoxumuz biz uğurla o dərslərimizi keçə bilmirik. Hər hansı bir sıxıntı yaşayırıq, dirənirik, üsyana qalxırıq və kim olduğumuzu unuduruq. Amma əgər sən başa düşsən ki, bəli, mənim bu həyatdakı dərsim şəxsi sərhədlərdir. Çünki mən işlədiyim yerdə şəxsi sərhədlərim qorunmur. Kim gəlir məndən nəsə xahiş edir, yox deyə bilmirəm. Və yaxud da ailə qurduğum insan mənim şəxsi sərhədlərimə hörmətlə yanaşmır. Mənim istəklərimə hörmətlə yanaşmır. Bu 1 deyil, 2 deyil, 3 deyil. Ana, ata, bacı, qardaş, işlədiyin yer və yaxud da ünsiyyət qurduğun dostlar belə hər kəs nədənsə hər şeyi sənə deyə biləcək bir vəziyyətdə olurlar. Sən də onlara yox deyə bilmirsən. Şəxsi sərhədlərini düzgün idarə edə bilmirsən deyənə daha sonra özün əziyyət çəkməyə başlayırsan. Özün özünü söyməyə başlayırsan ki, mən niyə o insana yox demədim? Mən niyə onun dediyini elədim? Mən niyə özümə qulaq asmadım? Əslində mənim içimdəki bir səs mənə doğru sözü deyirdi. Demək ki, sənin bu həyatdakı dərsin şəxsi sərhədləri qorumağı öyrənməkdir. Nə vaxt ki, sən o şəxsi sərhədləri öyrənəcəksən, qorumağı düzgün şəkildə bacaracaqsan, o zaman da sənin artıq karman dəyişəcək. Sənin artıq həyatın dəyişəcək. Baxın, proses necə gedir? Bizə bir, qısa desə, bizə bir qismət yazılır. Məsəl üçün ki, Kəmalə bu həyatı sürəcək. Keçmiş həyatlara görə bu həyatlar, bu hadisələr onun qabağına çıxacaq. Mənə verilir aşağı frekansda yaşayış, mənə verilir orta frekansda yaşayış, mənə verilir yüksək frekansda yaşayış, yenə də mənim qismətim çərçivəsində. Mən əgər orta frekansdayamsa, yəni ailə quracağam, övladım olacaq, müəyyən bir çətinliklər yaşayacağam, maddi çətinliklər yaşayacağam və s. Amma lap dibin yaşamıram. Amma nə olur? Mən dərslərimi almıram. Qətiyyən oradan heç bir dərs çıxartmıram. Öz üzərimdə çalışmıram. Meditasiya eləmirəm, yaradana bağlanmıram, onu hiss eləmirəm, dua eləmirəmsə, mən düşürəm lap aşağı frekansa. Və mənim oradan qalxmağım daha da çətin olur. Çünki mən ortada olanda belə normal qalxa bilmədim. Yüksək frekansda əgər doğulmusunuzsa, bu da sizin keçmiş karmanızdan irəli gəlir ki, siz öz qismətinizin ən gözəl, ən möhtəşəm variantını yaşayırsınız. Ki, bu da artıq o deməkdir ki, sizin auranız da bərpadır, sizin çakralarınız da tam bərpadır və heç kəs sizə artıq ziyan verə bilməz. Bu da ki, bəli olur, çox insanda belə olur, uğurlu insanlarda belə olur. Onların zaten heç bu video ilə heç bir əlaqəsi də olmur. Yəni bu videonu heç baxmırlar da, heç onların qabağına da çıxmır. Çünki ehtiyacları da yoxdur. Əgər siz bu videoya baxırsınızsa, deməli ya siz qismətinizin aşağı frekansındasınız, ya da orta frekansındasınız ki, yenə də hələ də nələrsə dəyişmək istəyirsiniz. Mən sizə deyim, əgər siz yenə də hər zaman dediyim bir söz var ki, öz üzərinizdə çalışmasanız, beyni, şuur altını dəyişməsəniz və bunun üçün də düzgün insana müraciət etməlisiniz ki,
o köməklik göstərsin ki, bunu sizə dəyişsin. Çünki öz-özünə bunu dəyişmək mümkün deyil. Necə ki biz hər hansı bir yerimiz ağrıyır, biz gedirik həkimə, həkim müəyyən bir analizlərdən bizi keçirir və başa düşürük ki, hə problem budur və o problemə uyğun bizə bir müalicə yazır. Nə qədər ki biz o müalicəni öz-özümüz eləyəcəyik, internetdə oxuyub nəsə eləyəcəyik, oradan nəsə kitab oxudum, nəsə elədim, hamısı belə deyim, loru dedirsə, ala yarımçıq olacaq. Yəni biri sənin xeyri olacaqsa, onu sənin ziyanı olacaq. Amma professionalın yanına gedəndə, ona müraciət eləyəndə ən azı o sizə göstərəcək ki, siz necə qabağa getməlisiniz, siz necə öz üzərinizdə çalışmalısınız, siz nələr eləməlisiniz ki, həyatda sizi hər zaman uğur çıxsın qabağınıza, yəni uğurlu hadisələr olsun sizdə. Əlavə olaraq da onu demək istəyirəm ki, bizim 14 iyul tarixində möhtəşəm 4 günlük seminarımız olacaq. Burada bu vəziyyətlər hamısı şəfalanacaq. Yəni siz həyatınızın, qismətinizin yüksək frekansında yaşamağı öyrənəcəksiniz və siz artıq həyatınızı tamam fərqli bir baxışla baxacaqsınız. Tamam fərqli bir belə deyim, prizmadan onu izləyəcəksiniz və başa düşəcəksiniz ki, siz həyata həqiqətən də xoşbəxt olmaq üçün gəlmisiniz. Yəni bədbəxt olmaq üçün gəlməmisiniz. Yazılmaq üçün aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlayın, sizə ətraflı məlumatı göndərək. Davam eləyəm mövzunu. Bəzən bizim həyatımızda hər hansı bir neqativ insanlar olur. Yəni həyatımızı korlayan deyək, bizi incidən insanlarmı deyək. O insanlar bizim həyatımıza gəlir və bizi həqiqətən də yorur. Yorur və amma biz nəzərə almalıyıq ki, bizi ən çox yoran, ən çox incidən insanlar məhz elə bizi yüksəkliyə, yaradana bağlayan insanlardır. Çünki hər hansı bir dərsdir ki, ağır bir dərsdir ki, biz onu heç cürə keçə bilmirik və keçə bilmədiyimizə görə o daha da şiddətli həyatımızda baş verir. O da bizi yaradana bağlayır. Bir çoxunuzun bilirəm ki, yoldaşlarınızla bağlı problemləriniz var, narsistlə bir yerdəsiz. Kimisə valideyni narsistdir, kimisə yoldaşı narsistdir, kimisə övladı belə narsist ola bilər. Və sual yaranır ki, mən ondan canımı necə qutarım, necə eləyim ki, dəyişim. Yəni həqiqətən çünki yorulmuşam, bezmişəm və s. Mən hər zaman deyirəm və suallar bundan gəlir ki, mən onu necə dəyişim? Siz onu dəyişə bilmərsiniz. Çünki onun azad iradəsi var. Biz kimisə azad iradə qanununa girə bilmərik. Siz özünüzü dəyişərək, siz qismətinizi dəyişirsiniz. Bu necə baş verir? Mən sizə qoyayım. Biz qismətimizi necə dəyişə bilirik? Deməli, mən əgər bu həyata gəlmişəmsə, məsəl üçün, mənə aşağı frekans verilibsə ki, məsəl üçün, biraz həyatım çətinliklərlə keçməlidir. Çünki keçmiş karmalarım var, yığmışam üstümə, dərslərim var alacağım və həmin o titrəşimə uyğun mənim qarşıma mağazində, iş yerində, ailə həyatında mənə gələn övlad belə mənə müəyyən bir dərslər verir. Hər hansı bir neqativlə qarşılaşıram, hər hansı bir sıxıntı ilə qarşılaşıram, hər hansı bir, yəni hər zaman nəsə bir neqativ bir şey baş verir həyatımda. Amma sən əgər günün birində özünə deyirsən ki, mən artıq dəyişmək istəyirəm, mən artıq həyata başqa cür baxmaq istəyirəm, sən onda kainata bir siqnal göndərirsən. O siqnal bəzən nəzərə alınmır, çünki sən çox zəif olduğuna görə, titrəşimin zəif olduğuna görə, çakraların tam aktiv olmadığına görə o gedib çatmır. Bir dəfə, iki dəfə, üç dəfə göndərirsiniz və sonra sizə bir sınaq gəlir. Sınaq nəyə görə bizə göndərilir? Sınaq ona görə göndərilir ki, baxın görün, bu insan nə dərəcədə güclüdür, nə dərəcədə dəyişmək istəyir. Çünki siz dəyişdiyiniz andan etibarən sizə yazılan reallıq və qismət dəyişməyə başlayacaq. Hətta evinizin yanında, məsəl üçün, mağazin varsa, oradakı satıcı ilə belə siz, belə deyim də, o sizi qıcıqlandırırsa, siz onu qıcıqlandırırsa, təsəvvür edin ki, siz proyeksiyanı dəyişəndə o satıcı belə oradan çıxır, gedir. Yəni o gedir artıq başqa öz yoluna. Onun yerinə başqası gəlir və yaxud da başqa bir insan çıxır sizin qarşınızda. Bütün bu proyeksiya dəyişməlidir. Sistem dəyişir. Sizin qarşınıza çıxan insanlar, o uşaqlarınızın qarşısına çıxan müəllimələr, getdiyiniz restoranda sizə qulluq edən ofisiantlardan tutmuş belə
bütün reallıq dəyişməyə başlayır və o reallığın dəyişməsi üçün sistem, kainat enerji sərf edir və bu enerji baxırlar, görürlər sənə dəyirmi o enerji sərf eləmək, yoxsa yox. Ona görə siz düşünməyin ki, dəyişmək bu qədər asandır. Dəyişmək çox möhtəşəmdir. Dəyişmək mümkündür, amma dəyişmək asandır, yox. Mən deyərdim ki, insan öz üzərində çalışmalıdır. Amma biz seminarda çox güclü bir texnikalardan istifadə edirik. Çox güclü təsir edəcək, sizin beyninizi həqiqətən də yaxşı mənada oynadacaq texnikaları eləyirik ki, siz artıq dəyişim yolunun demək olar ki, tam qarşısında olursunuz və ondan sonra həyatınız artıq əvvəlki kimi olmur. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Təşəkkür edirəm.